Şabranda ağır yol nəqliyyat hadisəsi baş verib. Bura Bakı-Quba Rusiya Federasiyası Dövlət Sərhədi Avtomobil yolunun Şabran rayonunun Günəşli kəndi ərazisindən keçən hissəsidir. Gördüyünüz bu Niva markalı avtomobil və iki yük avtomobili toqquşub. Hadisə nəticəsində Niva markalı avtomobildə olan sürücü elə hadisə yerində dünyasını dəyişib. Bu cür acınacaqlı vəziyyətə düşüb avtomobil. Digər avtomobillər isə indi sizə təqdim edəcəm. Biri Kamaz markalı avtomobildir. Kamaz markalı avtomobildə onda kabinəsi çox pis vəziyyətə düşüb. Digər yük maşını isə bax budur. Onun kabinəsi daha acınacaqlı vəziyyətdədir. İlkin hadisə şahidlərinin bildirdiyinə görə Niva markalı avtomobildəki sürücü dünyasını dəyişib. Bu avtomobillerin sürücüsü və avtomobildə olan digər bir nəfər, yəni ümumilikdə 3 nəfər isə Quba rayon mərkəzi xəstəxanasına aparılıb. Yaralılardan birinin vəziyyəti olduqca ağır idi deyilənə görə və hazırda o xəstəxanada əməliyyat olunur. Qəza ilə əlaqədar Bakı-Quba Rusiya Federasiyası sərhədinin, yəni bu Şabran-Quba belə deyək də arası olan yerdir. Avtomobillərin hərəkətində sıxlıq yaranıb. Tıxac yaranıb. Dövlət yol polisinin əməkdaşları ərazidə nəzarət edirlər ki, daha gərgin vəziyyət yaranmasın. Hadisə necə baş verib elə dəqiq məlumat yoxdur. Zəncirvari qəza ilk olaraq Niva markalı maşınla toqquşub və digər yük maşının qabağında çıxıb deyilənə görə. Bu yolla yük avtomobilləri çox hərəkət edir. Ona görə də əməlli sıxlıq yaranıb yolda hazırda.